Salam əziz izləyicilərim, kanalımıza xoş gəlmisiniz. Bugün sizə çox dadlı, yumuşaq, ağızda əriyən fərqli paxlava resepti ilə gəlmişəm. Paxlavanın hazırlanmasına başlamadan öncə kanalıma hələ də abunə deyilsinizsə, abunə olub videonu bəyənməyi unutmayın. Keçək paxlavanın hazırlanmasına. Mən burada 2 sini paxlava hazırlayıram. Bunun üçün 8 stəkan un götürmüşəm, 8 yumurta götürmüşəm, 2 stəkan qatıq, 500 qram kərə yağı, onun üzərinə öncə duz əlavə edirəm. 1 çimdik duz əlavə etdikdən sonra yağı əlavə edirəm. Qeyd edim ki, yağ da otaq temperaturunda yumşalmış kərə yağıdır. Yumurta sarıların ağından ayırmışam. Ağını İçlik üçün ayırmışam. Sarıları isə xəmirə əlavə edirəm. 2 stəkan qatığın da üzərinə 1 çay qaşığı çay sodası əlavə edirəm. Qarışdırıram. Sodanın acısı çıxdıqdan sonra xəmirə əlavə edirəm və bir bağlamada vanilin əlavə edib xəmiri yumuşaq xəmir yoğururam. Gördüyünüz kimi xəmir çox gözəl alınır. Xəmirlə işləmək adama zövq verir. Xəmiri 2 hissəyə ayırıram. Sonra isə hər hissəni 4 yerə bölürəm. 2 ədəd böyük kündə götürürəm. 2 ədəd isə kiçik kündə. Böyük kündələri alt və üst üçün istifadə edirəm. Orta kündələri isə kiçik kündələrdən tuturam. Xəmirləri hər ikisini kündələdikdən sonra üzərinə streç film çəkib soyuducuda içliyi hazırlayana qədər, şirəni hazırlayana qədər gözlədirəm. Dəyərli izləyicilərim, YouTube statistikasına görə kanalıma baxan insanlardan 90%-i kanalıma abunə deyil. Sizdən xahişim, abunə olmaq pulsuzdur. Kanalıma abunə olub, videolarımı bəyənməyi unutmayın. Dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Və burada mən içliyi də hazırladım. 4 ədəd yumurta ağının üzərinə 1 çimdik duz əlavə edib qarışdırıram. Yumurta ağları tam ağardıb bərkləşdikdən sonra fındıqla şəkər tozu qarışımının üzərinə əlavə edib yaxşıca qarışdırıram. Qeyd edim ki, mən 800 qram fındıq ləpəsi və 800 qram şəkər tozu götürmüşəm. Birlikdə yaxşıca qarışdırdıqdan sonra kənarda gözlədirəm və keçirəm şirəni hazırlamağa. Şirə üçün də 2 stəkan şəkər tozu və 1 stəkan su əlavə edib qarışdırıram. Və çay qaşığının ucunda da limon duzu əlavə edirəm. Şirə qaynatdıqdan sonra kənarda gözlədirəm və keçirəm xəmirləri yaymağa. İlk böyük kündədən başlayıram. Yumru tavada hazırladığım üçün yumru yayıram və ayırdığım içliyi də 6 hissəyə bölürəm. Yuxaların arasına çəkirəm. Gördüyünüz kimi eyni qayda ilə yuxaları yayıb içlik əlavə edirəm. Yeri gəlmişkən kanalıma yeni insanlar abunə olanda mən çox sevinirəm və istəyirəm ki, tez-tez videolar çəkim, hazırlayım, sizinlə paylaşım. Onu da deyim ki, videoları çəkib hazırlamaq elə də asan bir şey deyil, çoxlu zəhmət tələb edir. Onun üçün sizdən xahiş edirəm ki, kanala abunə deyilsinizsə, abunə olub videoları bəyənin ki, daha çox insanın qarşısına çıxsın. Beləliklə mən birinci listi hazırlayıb soyuducuya yerləşdirdim və ikinci listi hazırlayana qədər paxlava özünü tutmuş oldu və üzərindən kəsiklər atıb paxlavanın üzərinə yumurta sarısı çəkib və fındıq yerləşdirdim və əvvəlcədən qızdırılmış 200 dərəcəli sobada bişirməyə apardım. Paxlava biraz bişib, üzəri biraz bərkləşdikdən sonra sobadan çıxarıb yenidən paxlavanı yaxşıca kəsirəm. Və yenidən sobaya yerləşdirirəm, tam axıra qədər bişirirəm. Və gördüyünüz kimi paxlava artıq hazırdır. Sobadan çıxarıb isti-isti üzərinə soyuq şərbət gəzdirirəm. İnanın ki, paxlavalar çox ləzzətli alınır. Səhərsi günü kəsib içərisini də sizə göstərirəm. Yumuşaq, ağızda əriyən çox ləzzətli bir paxlava alınır. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Mütləq bu reseptlə hazırlayın, inanın ki, çox bəyənəcəksiniz.
Kanalıma dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Rəylərinizi gözləyirəm. Sağ olun, gələn videolarda görüşmək ümidi ilə.